Oteldeyik. Səhər durduq. 9 falan dedem. Yemek yiyeceğiz. Otelin adı neydi? Şirvani Kona. Kona. Adana'da oturduğumuz yerdən çox keçərdik kahvaltı. Düz çox yeməyəcəyik yer saxlamaq üçün. Birazdan keçəcəyik Antepin tarixi yerlərinə, mərkəzi yerlərinə, çarşısına. Metanet lokantasındayız. Dedilər, beyran içəcəz, buradan başqa yerdə içməyin. Kaynardı. Hadi böyle adsız götürdü. Onun göre rengi böyledir. Normalde böyle kırmızı renk olur. Beyran çox qəşəngdir, dadına baxdıq. Beyranın içində pirinç var, bir də dağılan bir ət var. Amma ət dadını itirmir, ət dadını çox qəşəng saxlayır. Bayağı ahəngli, qəşəng bir supdur. Mənim puanım 9-dur. Çox da qəşəng hazırlayıblar. Şimşəkdir əvvəldən. Qəşəng dad verir. Suyu da böyle normal tamı var. Pilav da böyle ağzınızda böyle yumuşaq diye əriyir tutarır. Gələndə mütləq toxunmaq lazım olan şeylərdəndir. Yemək kimi ancaq ağırdır, Ünal'ın iddiasına göre ağır değil. Məncə ikisinə yüngüldür. Tam şeydi böyle, arağın yanında. Böyle bir sene derdi. Kelle pasaya falan böyle okşur bayağı. Tam o da deyil də, ət bayağı əriyir bunun içində. Bayağı doyursan yani. Limon bunun olmazsa olmazıymış. Ha, Arap olsa. Ama bir bayağı adam var ve hamı beğenen. Gelmişik Katmerci Zekeriya daha meşhur yeriymiş. Katmerimizi balaca mini katmer götürüyoruz. Çünkü orası çok böyüydü. Bu dedik bize yeter. Yəni, bu da həqiqətən də yetirmiş. Sütümüzü verdilər, çayımızı verdilər. Böyle bir tadım tostu yapacağız. Aa, İkisi Gülüyorum çok zordu. Şekeri biraz hafif bir çok ama bir tane terdi. Ağızda böyle çok şekerli de adalı bırakmadı ha. İçinde pendir falan var böyle. Klasik katmer zaten. Hafifti böyle ağızda eriyir. Her şey çok şeker. bu partlayır. Künefədansa, gəl bu katlara sökərəm. Ağızda əriyir və mükəmməl dad verir. Bayağı qəşəngdir. Süt inanılmaz tamamlayıcıdır bunun üçün. Çox sevdim mən. Tam puanım da bayağı solid 9'dur, 9-5. Qəşəngdir. Kurtardı. Bayağı ahırdadı yani. Çok geçenkti. İşte böyle pendirli fıstıklı falan. Şeker oranında geçenkli var da böyle. Yani- süt yol tenzilliyor. Tavsiyemizdir yani. Çok götürmeyin sonra bizim için çekmeyin. Puanım 9. Səhərdən ortaya bağlamaq. Bəlkə bir salvanı bilməyən qışqırıq yolda. Ama öz şeflərimdə fəhitmə edələrdir. Dürümüzə hamişə gəlmişik. Nohut dürüm yiyəcəyik. Yarım dürüm götürdük. Buranın olmazsa olmazlarından biri nohut dürüm. 30 TL'dir bir tanesi. Tam da 60'tı. Bayağı doyurucu bir şeydi yani. Dad olaraq Çok sırada bir şey yok şöyle ama tadı qəşəng. Nohutla şeyde yani baharatlar falan filan. İçinde domates var, soğan var, patates var, cüərti var, ve nohut var. Fiyatına göre de bayağı yapıyorum. Puanım 6,5-7. Pis değil bence zaten böyle yenir yani bayağı. Adı olsam falan yerim ben. belə yeməm çox xoşuma gəlmədi. Acını ölsəm yeyərəm amma, pis deyil. Karbohidrat, nişasta falan çoxdur. Bayağı yörəsəl bir şeydir. Mənim puanım buna 3 falan, 3-4 falan verir. Maşının içindən isti vurduğu üçün məcbur bu şəkildə saxlamışıq. Gözlük biraz serinlensin. Biz baklavamızı götürüb yola davam edəcəyik yəqin ki, right? Mardin'e doğru ha. Buraya da Koçak baklavadayız. Dediler ki burada baklava nerede yenir? Koçak. Farklı var baklavalarımız. Birinci klasik baklava başlıyor. Dolu fıstıklı böyle geçen gördüm. Çok şu. Fıstığının bol olduğu bilinir. Qatları fazlasıyla yerindədir. Yaşayın. Baklavadan gözləyəcən hər şey. Yox. Ben de net yediğim en yaxşı baklavadır. Bayağı iyi. İsti göz de ha. İsti verirler. Şerbeti de böyle ha. Benzoze kadar çok değil. Bir bayağı geçen. Kıvamındadır. Hə, bu özəl şöbiyyətdir. Ben şöyle bir yedim. Bunu yarıya bölür ha. Eti tutulur. Bayağı eti dolu fıstıklı. Ne? Şöbet hoşlanmam normal çok. Tadı bayağı fərqlidir. Qəribə bir dadı var.
şərbətin xəmirlə qarışımını hiss eləyirsən. Mən çox tərcih eləmərəm. Mən də tercih eləməm. Böyük ihtimal yiyəcəyimiz başqa bir yerdə daha yaxşı olardı da. Nə idi bunun adı? Midye. Soğuk fıstıqdır yəni, bayağı qəşəngdir. Mən bunun sudo gəlir. Amma fıstıqla. İstanbulda falan yediğim midyeden farklıdır. Oradaki midyeler daha yumuşak olurdu. Bunun üstü böyle kabuğu sert. Qəşəngdir mi? Qəşəngdir. Ama böyle baklavalısı çok qəşəngdir. Yani onun yanında biraz sönük kaldılar. Ortalamanın üstündedir. Buna özel şöbiyet dedilər. Bu deyəsən qaymaqlıdır. Hə. Burada kaymak var yani. Burada Bayağı axıcıdır. kaymak böyle yumuşaldı. Ağızda böyle qəşəng ərgiyir. Bu qəşəngdir bayağı. Şöbiyyətsəm özəl şöbiyyət yeyirəm. Hələ ki, arasındakı ən yaxşısı o idi. Növbəti belə bir şeydir. Bunu deyirlər yaprak baklava. Bu mis kimi görünür. Ən axıcı baklava olaylar çox. Dışarısı biraz bərk kimidir, amma biraz əriyir, girən kimi. Ha, Yəni, mükəmməl bir şey var, teksturası. ağızda değen kimi əlməyə başlayır. Pis değildi bu qəşəngdir. Bu arpa yanında değildir. Bülbül tatlısı idi deyəsən. İçində yoxdur ki boşdur. Üstünə fıstık koyurlar sadəcə. İçi boş, üstü fıstıq. Çox şərbətli. Bizə arasında heç şey olmamağı çox pisdir. Heç başlamadım ben. İçində də bir yağ var və yanda yağ ağzına atır. Heç qəşəng bir hissiyat vermir. Overall gözləntilərimizin üstündə deyil idi. Məncə Rol puanım akırıntısı qəşəng değildi. Onun dışında 7 yarım. 6-7 Qəşəng idi. Gələ bilərsiniz. gəlsələr. Yəni gəlsəz buraya gəlin. Buradan çıxıb Mardinə doğru biz Hərəkət yol alırıq. En güzel yer kalbindir. Çək. Başımıza verir, yoxsa nə? Bugün de burada ediliyor. Giriş çıkış. Urfa'ya arsa 60 km kalmış olmalıdır. Buradan da Mardin'e 200'e yakın ekstra kilometre var. Bayaq petrol vurdu. Öyle değil. Orada 200 tane hadisi birdən baş verdi. Dedik balını bak vur. Çoban daşırtdı petrolü. Yarım litre falan yere töküldü. Yani. Mən pəncərədən izləyirəm də olayların baş verməsi. İçəridə Ne ödəyəcəm. tökülürdü? Gel ben götürdüm. Ne yani? Ben de yandım. Sonra baxdım, gördüm ki jantın biri yoxdur. Jant yox, jantın qabağı çıxıbdı. Kabak jantlı kabağı yok. Ha, plastik kelepçeyle alınır. Ha. Onunla bağlayıblar. Ha bir də mən içəridə ödəyəndə nəyi gördüm? İnsanlar Kürtcə danışırdı. Bir qəribə oldum. Yavaş-yavaş qohum evlilikləri, Kürtlər bunlar artır. Dağınlarsa da doldu yani. Evet. Bu şehirde ben bu kadar dağın çoxluğu görmemiştim. Yani. Amma qəşəng yedik. Böyle Antep'te bir rahat bütçede 4-5 tane dağın gördük. 2-3 sandal gördük. Ha bir de bir gün sene. Her şehirde 20 saat falan kalırdı. Daha da sen. Allah'ın kaçı bir şeyler alabilir ya. Türk adı yazılar görəndə böyle şaşırırsın. Ha. Mardin daha böyle mədəni yerə uçuyor ama bayaq gəldiyimiz yer heç. Gördüyüm qədərlə polis benzinin heç kim yoxdur. İraq məmurlarımız çox olur. Yolda nə qədər var idi Allah. Otistik yerdir. Turistik. Bayaq da yaya yol verdi. Görə şaşırdı. Deməli, kebabçı Yusuf'da gəlmişik, Mardindəyik. Bu fıstıqlıdır. Fıstıqlı və cevizli Cevizli. şey. Hərəsindən bir dənə yoxlamaq istədik. Bu da ayran deyə belə bir şey gəldi. Birinci bunu yoxlamaq istəyirəm. Bayağı qəşəng açıq ayran yəni. Onda onun sınımdı bu arada. Stol bayağı donatılmış bir stoldu. Deyil, Qəşəngdir. Birinci bunu yoxlayaq. Bu fıstıqlı da. Şey vurmayacağım hələ, dadını tam almaq üçün. Maraqlı bir dadı var. Sistemdə deyil, qəşəngdir bu arada. Bu bayağı qəşəngdir. Fıstıq aroması gəlir. Bir də bir şey alsın. Yiyərəm. Bu da cevizlidir. Bunu da baxaq. Bu da daha qəşəngdir, amma bu da çox qəşəngdir. Fıstıqlıya puanım 9,5-dırsa, onlar 9'dur yəni. Ayran da bu arada. Ayran da 9. Xoşum gəldi. Bir cevizini yoxlayacağım. Aromalı. İçmək istəyirəm fıstıqlı, cevizliyə. Məncə ikisi də eyni səviyyədə geçəydi. Eyni səviyyədə fərqlidir. Denənəcək bir daddır. Puanım? İkisi də 9. Denənir. Kebabçı Yusuf'dan çıxdıq. Cevizli fıstıqlı kebabı çox sevdik. Amma tadını qoymaq məcburiyyətindəyik çünki bu gün bayağı yeyəcəyik. Çıxanda bəlkə gəldik bura, bilmirəm. Çox qəşəngdir bu arada. Çox qəşəng idi. Bayağı qəşəng idi bu arada. Yəni bura gəlmişsizsə. Gedirik eski Mardinə tərəf.
Hava fazla geçer. Bak burada bir anormal. Ha, hava qəşəngdir. Və 32 dərəcədə yəni. Ama 22 falan sıra. Resmi havalı. Gəldik öz yazımız. Level atmasına. Sıra var İraqda. Hə, 2 dənə şey getirdik. Biri pide, biri lahmacun. Bayağı sıcak kıvar geçerdi. Pizza normal pizza değil ha. Pizza da baktım ben. Deməli, ora çox kalabalık idi. Danışamırdıq. Çıxdıq oradan. Gəldik bir dənə qəşəng mekana. Deməli, 2 lahmacun dedik, bir dənə də pizza dedik. Toplam ikimizə. Gey, pizzanı yeyəmədi. Pizza biraz şey idi belə, üstü çox pendiri falan. Biraz belə doyurucu bir şey idi. Lahmacun normal idi, yaşan idi, pistol idi. Lahmacun 50 TL idi bu arada. Çox ucuz idi məncə. Fiyat performans bir şey idi. Bunun xamırı qəşəng idi, içərisi də acı idi biraz, çox mənlik deyildi. Amma yedim şimdi. Azərbaycanda bişirilən lahmacunlar oxşurdu, amma etin əti az idi biraz. 2 dənə dayda ilə stol paylaşırdıq, o yüzden. İndi buranın məşhur reyhan şərbəti gəlibdi, reyhan şərbətindən alacağıq. Yəni marangozlar kahvəsi. Biraz fırlanlıq tapmaq üçün amma tapdıq. Bayağı qəşəng bir yerdir. Bunu bayağı tərifləyirlər. Hamı dedi ki, yoxlayın. Bayağı qəşəngdir. Reyhanda da var. Yəni reyhan şərbətidir. Hə, çox şirin deyil. Turşmədlər dadı var. Məncə bayağı qəşəngdir. Bir bəlkə lahmacuna puanım 7 deyə bilərəm. Hə. Lahmacuna 7, pizza 5. Yəni çox da şey, wow bir şey deyil. Burada mekan qəşəng, bu da qəşəng. Mən lahmacundan sonra şişdim şəxsən. Lahmacun bayağı heç sevmədim. İndi reyhan şərbətindən davam edirik. Soyuqdur, qəşəngdir. Nar suyu amma reyhan. Belə bir tanımlama. Bura gəlsəz %100 Mardinin reyhan şərbətindən dadın. Mənzərəyə, havaya və ortama 10. 10'da 10 mekandı yəni. Hava 28 dərəcə yazır amma bayağı sərindir yəni. Amma bayağı sərindir. Yəni o bir şəhərlərdən qat-qat yaxşıdır. Nə var burada? Kim? Buranın ən məşhur cevizlərindən biridir. İçi araq işte, dışarısı kaplamalı bir şeydi. Başka renkləri falan da var. Çayın yanına gedər. Yolda gedəndə dayday bunu bizə mənimdə soxuşdurdu. Nədir bunun adı? Məyən kökü şərbəti. İçirdi iki dadına baxır, dayday gəlib üstünə tökürdü. Dayday Beş gedən TL gəlinə falan soxuşdururdu. da. Deyəsən dedi bir dəfə içə. Zəhər deyildir. Mən İlk öncə bir su dadı gəlir, kant suyu dadı. Sonra bitki dadı gəlir, ən sonunda bir şirinlik gəlir. Çox maraqlı bir şeydir. Sevmədim amma yəni də dəyişik bir şeydir. Su, ot, şəkər. Budur yəni, üçün arasında gəlir. çox qəribə bir şeydi belə. Su kimi gedir. Sonra aynen Ünal dedi belə bitki dadı gəlir. Sonra şirinlik gəlir. Belə çox qəribədir. Dayday belə hamı soxuşdururdu falan. Aldıq. Daşdan düzəldilən bakı içərdən yalayırsan kimi bir dad gəlir. Hətta falan baxdım çox pis bir şey oxşamır, onu içdik. Burada susuzluğu gidermək üçün quru yerlərdə istifadə olunurmuş bu məyan kökü. İnşallah zəhərəm yeyəcək. Klasik maşında. Düzü otel rezervasiya bizi gözləyir. Biz yolda şam tatlısı gördük, dayana bilmədik falan. Belə bir şeydi. Bunu görmüşdük hardasa. Hər şəhərdə yeyirdi o Ağatay sandıqça, amma hansı idi yadında deyil. Biz burada gördük, hemen çöktük götürməyə. Normalsan. Elə çörəkdir, rus şərbətli. Çox mənə hitap edən bir şey deyil. Burada nəysə dadı gəlir. Ekmek qalayıb tarzı bir şeydir. Yəni yoxlamağa dəyərmi, bir də yeyərəm, muhtemelen yemərəm. Kerbisin dadını verir biraz ama Ha şərbətlidir. Hə, bir də bayaq şərab yerinə deydik. şərab dadına Şərab baxdıq, dadına. böyük sabah olacaq. Şərab normalni idi. Yəni bir özəl bir şərab olduğu bilinir. Süryani şərabıydı. Beyaz şərab içdik, o birisindən yox Sabah idi. dedilər sabah gəlin sizə qırmızı şərab da verəcəyik. Bir də hibiskus likörü axtardıq sabah. Onu da tapsaq göstərəlim. Pis deməyelim. Bəli, çox qəşəng. Mənzərə yerində, hava yerində. Hava idealdır. Bir saata yaxın olardı çökmüşük bura, prosta çökmüşük. Qəşəng masa. Böyle.